əl, ayaq, ümumiyyətlə fetişi olan insanlar ekrana yaxın əyləşin. Bu günləri məhz bu mövzudan danışacağam. Ola bilər ki, yaxınlarınızdan, sevdiyiniz insanlardan, bəlkə də həyat yoldaşınızın müəyyən fetişləri var. Ələxüsus da ayaq fetişi olan insanlardan danışmaq istəyirəm bugün. Deməli, bir kişi, əgər bu kişinin ayaq fetişi varsa, ümumiyyətlə fetişi olan insanlar qadını bütöv bir şəkildə sevə bilmirlər. Onlar qadını hissələrə ayırıb sevirlər. Əlini bir, ayağını bir, başını bir, sinəsini bir, ayrı-ayrılıqda sevirlər. Yəni ona bunu ver, bunu belə ayrıcalıqda sevəcəklər. Yəni onlar üçün hissələrdir. Hər şey hissədən ibarətdir. Uşaqkən fiziksel təmasa və yaxud da cinsel istismara və yaxud da aşırı dərəcə zorbalığa məruz qalan bütün oğlan uşaqları, ələxüsus da tək böyümüş, nənə-baba yanında böyümüş, valideyn himayəsindən məhrum olmuş uşaqların çoxsunda bu problem özünü göstərir. Əgər sizə biri deyir ki, mənim ayaq fetişim var, istəksə, yəni müəyyən bir zamanlarda problem deyil. Amma bu artıq problem halındadırsa, sizin ən çox ayağınızı və yaxud müəyyən bir yerinizi sevirsə, yəni ona uzadın ayağınızı, deyin ki, alda. Yəni salla getsin öz qohumlarından. Bu qədər. Diqqətli olun. Bəli, diqqətli.